Selamun Aleyküm Şeyx. Aleyküm salam. Sələflər firqələrə bölünməkdən çəkindirir. Bəs nəyin üzərində birləşmək lazımdır? Elhamdülillah, təbii ki, biz Quran sünnəyə tabiik sələfə və biz görürük ki, orada həmişə birliyə çağırır. Lakin nəyin üzərində? Quran sünnəni sələfə fəhmini. Çünki Quran elə məslərdir ki, dəyişilməzdir. Həmçinin hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem, həmçinin necə ki, Allah Teala Quranı qoruyur. Allah Teala buyurur ki, İnna nahnu nazzalna zikr. Biz bu zikri nazil etdik. Və inna lehu lehafizun. Və biz bu zikri, yəni bu Quranı qoruyucuq. Həmçinin bura daxildir sünnə. Həmçinin bura daxildir sünnə Peyğəmbər sallallahu aleyhi ve sellem hədisləri. Çünki yeganə dünyada şəxsdir ki, onun danışıqlarına bu cür diqqət edilib. Diqqət edilib. Səhih ayrılıb, zəif ayrılıb, uydurma ayrılıb. Hətta səhih neçə növdür? Var səhiliyi zəif olan, səhiliyi güclü olmayan, ona deyilir həsən. Var elə zəiflər var, o hədis elmidir. Başqa məsələlərdir, bu elmi məsələlərdir hədis elmi. Yəni, xülasə demək istəyirəm ki, Allah necə Quranı vəd edib qorumağa, həmçinin hədisləri də qorumağa, bu qorumağa daxildir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem yeganə şəxsdir. Bütün Peyğəmbərlərin içindədir. Adı indiyəcən hamı eşidir. Hamı eşidir adı. Gündə 5 dəfə azanda. Yeganə adamdır. Həmçinin onun dedikləri Qurandan sonra yeganə adamdır ki, bu cür xidmət olunur. Ona görə biz bu iki ən etibarlı, dəyişilməyən məslərə bağlanmalıyıq. Nə üzrə birləşək? O iki məslərin üzrə. Quran və Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisləri üzərində. Bunda olmalıdır. Aydındır, birləşmək, bəli.